Çində ev qiymətləri tarixinin ən böyük düşüşünü yaşayır. Evlərin qiyməti təqribən 20% düşüb, yəni 200 minlik evlər olub 160 min. Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda evlərin qiyməti düşəcəkmi, qalxacaq? Maklerdən soruşsanız, makler deyəcək, al ev, qiymət bahalaşacaq. İqtisadçıdan soruşsan deyəcək ki, balondu partlayacaq. Bəs həqiqət nədir? Dedim ki, bugünkü videoda gəlin bəzi analizlərə baxaq. Bildiyiniz kimi, daşınmaz əmlak bazarında da qiymətləri müəyyənləşdirən iki dənə faktor var: tələb və təklif. Qiymətlər hansı halda artır? Tikinti sektoru inkişaf edəndə, tikinti xərcləri artanda və yaxud da inflyasiya yüksək olanda və insanlar pullarının dəyərini itirməmək üçün daşınmaz əmlaka investisiya yatıranda. Ev qiymətləri hansı halda düşür? İqtisadi geriləmə olanda və insanların ödəmə qabiliyyəti aşağı düşəndə. Ev qiymətlərinin düşməsinin bir dənə səbəbi var: bazar doyanda və insanların ödəmə qabiliyyəti olmayanda. Bunu heç kim dəqiq deyə bilməz. Ev qiymətləri düşəcək yoxsa artacaq. Amma biz ən azı bazarda bəzi siqnalları hiss edə bilərik, görə bilərik ki, bundan sonraki vəziyyət necə olacaq. Heç vaxt yadınızdan çıxartmayın, əgər inflyasiya 10%-sə, ev qiymətləri 5% artırsa, bu da deməkdir ki, ev qiymətləri ucuzlaşır. Bunda mütləq bir siqnal kimi başa düşün. Yenə də uzun sözün qısası, ev qiymətlərinin düşməyi və ya qalxmağını heç kim dəqiq deyə bilməz. Ancaq siz ən azı bazardakı bəzi siqnalları görərək bəzi analizləri apara bilərsiniz. Video faydalı oldusa dostlarınıza göndərin ki, onlar da faydalansınlar. Yenə də əlavə nəsə bir sualınız olarsa, buyurun, hər birini cevablamağa çalışacağam.